Həftəlik bürcülər balıq, xərçəng, əqrəb bürcülərinin 1 iyundan 8 iyuna doğru nələr gözləyir? Birinci balıqlardan başlayaq. Balıqlar əslində qalsa bu həftənin uğurlu insanlarsınız, yəni şanslı insanlarsınız. Xərçəng əqrəblər iyun ayında Merkurin aktivləşməsindən retro vəziyyət hər şey onları biraz stabiliyini pozacaq, amma balıqlar bu sizə tam aid deyil, amma yenə də buradan su ünsürü olduğu üçün özünüzə bir paylar götürəcəksiniz. Balıqlar bürcünü aktivləşdirəndə həftənin əvvəllərində çox gözəl şanslar gələcək, çox gözəl insanlarla danışa bilərsiniz. Öz şansınızı, öz gedişatınızı uğurlu şəkildə aktivləşdirə biləcək bir vəziyyətiniz olacaq. Amma burada bəzi nüanslar var ki, başqalarında olan problemlər həm sağlamlıq olaraq, həm də ətrafınızda olan insanlarla bağlı problemlər sizin öz stabilliyinizi, öz gedişatınızı zaman çərçivəsinə doğru dəyişəcək. Yəni belə deyim də blokaj bir vəziyyətinə qoyacaq. Ailə ilə şəxsiyyətinə əlaqədar bəzi şeylər çatdıra bilməyəcəksiniz. İstək və enerjilərini düzəldə bilməyəcəksiniz. Sizdən gözləntiləri istədiyiniz formada olmayacaq və belə deyim də bir müddət gizlənməyə, həftənin sonlarına doğru hamıdan qaçmağa, hər kəsdən gizlənməyə və özünüzü təklikdə gücləndirməyə qərar alacaqsınız. Bu qərar uğursuz qərar deyil. Bəli, bu qərardan istifadə edərək yerinizi, düşüncələrinizi, maddisel olaraq dəngənizi zaman çərçivəsinə doğru aktivləşdirə bilərsiniz. Həftənin sonları çox ehtiyatlı olun. Həm öz sağlamlığınızla bağlı, həm ətrafınızda dəyər verdiyiniz insanların sağlamlığıyla bağlı ciddi problemlər ola bilər və insanların yalanlarına uğraya bilərsiniz. Yəni, yalan vədlər, yalan danışıqlar sizi boşluqda və uçurumda qoya bilər. 72%-ə qədər həftənizi uğurlu edə bilərsiniz. Amma bir balaca biraz ayıq olun. Hər şeyi belə deyim, ciddi analiz edin. Hər şeyin gedişatını öz üzərinizdə aktivləşdirməyə çalışın. Xərçənglər üçün isə belə deyim, biraz kritik həftədir xərçənglər. Çünki bu həftə həm maddiyyatın idarəsi ilə bağlı, həm şeytanın sizin ətrafınızda olması, pul maddiyatla əlaqədar nəfsinizə, pul maddiyatla əlaqədar yalanlara, bəzi gizlətdiyiniz nüansların üstü açılmasına, mübahisə, söz-söhbət və belə deyim də dövlət rəsmiyyətlə pulla əlaqədar problemləriniz varsa, onların daha da böyümüş bir formasını aktivləşdirəcəksiniz öz üzərinizdə. Çünki gedişat ümidsiz vəziyyətdədir. Gedişatları istədiyiniz formada tam güclü şəkildə apara biləcəyinizə əminlik vermirəm. Bu həftə hər istədiyiniz olmayacaq və istəklərinizə də fikir verməlisiniz. Çünki nələrsə istəyirsinizsə, onlara atdığınız çabalar sizi uçuruma, sizi udara, sizi boşluğa doğru apara bilər və dəngənizi poza bilərsiniz. Hər şeyə qarşı ümidsizliyiniz, hər şeydən cavab gözləməyiniz uğurlu vəziyyətdə deyil. Və ən çox da şeytanın sizin ətrafınızda olmağınız və xərçəng və əqrəblər bilirsiniz də yeraltı dünyanın şeytan enerjisinin ən yüksək səviyyədə sizdə aktivləşməsi güclüdür. Biraz onlarla əlaqədar olaraq nəfsimizə, addımlarımıza, istəklərimizə fikir verməliyik. İnfeksiyon sistemimizdə aktivləşmə ola bilər. Qadınlar jenski orqan olaraq bəzi problemlərimiz ola bilər. Onlara həkimə getməyimiz daha uğurlu bir vəziyyətdədir və bizim ağzımızdan çıxan sözlər bizi bu həftə xərçənglə problem yarada bilər. Söz və hərəkətlərimizə fikir verir. Çünki enerjimiz 68% civarında görsənir. Əqrəblərə gələndə əqrəblər bu həftə böyük bir dalğavız var. O dalğa ya kimisə özündən aparacaq, o diri cəhənnəmə gedən özünə dost axtar. Bax, sizin vəziyyətiniz odur. Ya özündən kimisə aparacaq bu həftə, ya da ki, belə deyim, özünüz öz uçurumunuzu quracaqsınız. 2 dənə problem var əqrəblər bu həftə. Stres, əsəbiyyət yarada bilərsiniz, sağlamlığınızla əlaqədar, maşınla, transportla əlaqədar, texnika, texnologiya ilə əlaqədar bəzi problemləriniz olacaq. Bu həftə mən sizin yeriniz olsam əqrəblər heç nə etmərəm. Zamana doğru gözləyərəm. Ətrafımda hər şey sükunətə doğru keçsin. Sonra addım və hərəkətlərimi aktivləşdirərəm. Çünki bu həftə atdığım addımlar mənə problem. Atdığım addımlar mənə yarımçıq formada geri qayıdış edə bilər. Bu isə uğurlu bir vəziyyət deyil. Bacarırsınızsa istirahətə gedin, bacarırsınızsa özünüzü düzəltməyə çalışın, psixoloji seanslar eləyin və yaxud da özünüzü psixoloji olaraq tərbiyələndirməyə çalışın. Təbiətlə enerjilərinizi aktivləşdirin. Çünki mənfi enerji əsəbiyyətiniz, öfkəniz partlama zamanındadır. Bu isə normal deyil əqrəblər. Bunları stabilləşdirsəz daha yaxşı olar. Ümumi dəyərləndirsək, 66%-ə qədər, 65%-ə qədər uğurlu edə bilsəz böyük şeydir. Həm sağlamlığınız, həm əsəbiyyətiniz, həm belə deyim də nəfəs yollarınızla əlaqədar zob, frangit, asma ola bilər. Boyun onurğanızla əlaqədar narahatçılıqlar və mənim xoşuma gəlməyən qəribə bir şey var. Ayaq altınızda və ayağınızda nəsə bir problemlər var. Onları düzəltməyə çalışsınız, əqrəblər daha yaxşı olar. Bu da məncə sümüksel problemlərdir. Əqrəblər bunlara fikir verin.